Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri deyir ki, vərəmlə mübarizədə çətinlik çəkirik, çünki Amerika öz yardımlarını dayandırıb və məsələ biraz da uzansa, dünyada vərəmdən ölənlərin sayı kifayət qədər çox olacaq. Sponsor Saf Hospital. Ümumdünya Səhiyyə Təşkilatının vərəm və ağciyər sağlamlığı üzrə qlobal proqramının direktoru Tereza Kasayeva Amerika Birləşmiş Ştatının xarici yardımı dayandırmaq qərarının aşağı və orta gəlirli ölkələrdə vərəmin yayılmasının qarşısının alınmasında əldə edilən nailiyyətləri zəiflədəcəyini və milyonlarla insanın həyatını riskə atacağını bildirib. O qeyd edib ki, beynəlxalq yardım Amerika Birləşmiş Ştatının Beynəlxalq İnkişaf Agentliyinin yardımı nəticəsində təkcə keçən il ölümcül xəstəlikdən təxminən 3,65 milyon insan xilas edilib. Ümumdünya Səhiyyə Təşkilatına görə Birləşmiş Ştatlar ənənəvi olaraq vərəm proqramları üçün ümumi beynəlxalq donor maliyyəsinin təxminən 1/4-ni qarşılayıb. Maliyyələşdirmənin dayandırılması Afrika, Cənubi-Şərqi Asiya və Qərbi Sakit Okean regionlarında vərəmdən əziyyət çəkən insanların həyatını təhlükə altına qoyub deyə Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib.